Növbəti hədis 50-ci hədis Əbu Hüreyrədən rivayet olunan hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, dünya müminin zindanı, kafirin isə cənnətidir. Hədisi İmam Müslim rivayet edib. Niyə görə deyilir? Dünya mümin üçün zindandır, müminin zindanıdır. Çünki mümin nəfsini həbs edib. O şəhvətlərə düşməkdən, günahlara düşməkdən, o dünyanın ləzzətlərinə düşüb orada qərq olmaqdan özünü qoruyur, zindana salıb, özünü həbs edib. Onun görə bu dünya mümin üçün zindandır. Həmçinin bax görsən imtahan gəlir, bəla, müsibətlər gəlir, məşəqqət olur, düzdürmü? Ağırdır müsəlman, amma səbr edir. Allah üçün səbr edir ki, mükafatımı alacam. Və ibadətlərdə məşəqqət ola bilər, çətinlik ola bilər, görsən, hamı namaz qılır, qardaş. Yox. Min cürə bəhanə gətirənlər var. Amma sən indiki bir vaxtda sünnəni yaşamaq çətindir axı, indi görürsən necədir. Elə bir vaxta gəlmişik ki, yəni sünnəni yaşamaq əldə köz saxlamaqdan da çətindir. Subhanallah, elə bir vaxtdayıq. Amma sən bunlara baxmayaraq Allaha ibadət edirsən. Sünnəni yaşayırsan, İslam dində gələn o əhkamlar, istər vacibatlar olsun, istər müstəhəblər olsun, yerinə getirirsən. Niyə? Allaha razı salmaq üçün. Deyirsən ki, heç nə olmaz. Allah artıqlaması ilə mənə cənnətdə onu verəcəkdir. Eyb yox, mənim üçün zindandır. Amma vallahi əvəzini Allah verəcək. Və dediyim kimi, bəla müsibət gəlir, imtahan diyarındayıq. İnsan mal itkisi ilə, övlad itkisi ilə, əziz bir kəsin itkisi ilə üzləşir, acılıqla, qorxu ilə. Lakin Allah Teala nə deyir? Deyir, və bəşşiri sabirin, səbr edənləri müjdələ. Müjdələ səbr edənləri. Onlar üçün nə vardır? Allahın salavatı, tərifi və Allahın rəhməti vardır. Və onlar hidayət yolu üzərində olanlardır. Məhz onlar doğru yol üzərində olanlardır. Bəqərə surəsindəki məşhur ayədir. Biz onları biraz qorxu, acılıq, mal, dövlət, insan və məhsul itkisi ilə onları imtihan edirik. Səbr edənləri müjdələ. O kəslər ki, bax bu müsibət anda nə deyirlər? İnna lillahi və inna ileyhi raciun. Biz Allaha məxsusuq və ona doğru qaydacağıq. Onlar üçün Allahın salavatı və rəhməti vardır və məhz onlar doğru yol üzərində olanlardır. Allahu akbar. Bu ayələr bizə göstərir ki, insan gərək hər bir halında Allah həmd eləsin. Müsibət anında səbr eləsin. Vallahi mükafatlarla qarşılaşacaq. Zaten imtihan diyarındayıq. Ona görə dünya mömin üçün zindandır. Məşəqqət, çətinlik var, müsibətlər gələ bilər, imtihan oluna bilərik. Əzizlərinlə, var dövlətlə, qorxu, acıq və s. acılıqla belə, ruzi darlığınla, lakin vallahi səbr eləsək, Allahdan razı qalsaq bu həyata, o halımıza, vallahi Allahın rəhməti, mərhəməti var, qardaş. Allah əff edəcək, bağışlayacaq və onun əvəzini verəcək. Bizim üçün təsəlli var, o kafirlərdir. Deyir, görsən, deyir, dünya nədir, kafir üçün nədir? Cənnət. Çünki onun ahirət imanı yoxdur. O deyir, nə var, burada var. Şəhvətlərində qərq olub. Ləzzətlər içində batıb gedir. Baxmır, halaldır, haramdır, özü üçün yaşayır. Dörd ayaqlıdan betərdir. Bir müsibət, bəla gələndə də səbr eləmir. Sonu intihardır və ya bəziləri yüngül hal nədir? İçkiyə qurşanacaq və ya narkotik maddələr və s. və ilahir bədbəxt olub gedir. Lakin mömin üçün təsəlli var. Ahirət mömin üçün təsəllidir. Bugün itirdiklərinin əvəzinin qat-qat artıqlaması ilə vallahi alacaqsan. Allah hamd olsun alacaqsan. Allah üçün səbr etdiyibə görə. Bizə ahirət təsəllidir. Biz əslində itirməmişik. Yəni kimsə bir əbəla müsibətlə üzləşibsə, vallahi itirməyib. Allah hamd olsun itirməyib. O əslinə qazanıb. Çünki dünyanın acılığı ahirət şirinliyidir. Kimin üçündür? Özünü həbs edən, nəfsini həbs edənlər üçündür. Allaha qarşı üsyan etməyən, Allaha qarşı çıxmayanlar üçün vallahi dünya acısı ahirət şirinliyidir. Sağlamlığından itirsən də, var dövlətindən itirsən də, sevdiklərindən itirsən də, Allah əvəzin verəcək, artıqlaması ilə verəcək. Və biz sevinirik əslində. Niyə? Allah bizdən razı deyən, bizim halımıza uyğun bizi imtihan edir, bizim dərəcəmizi qaldırmaq üçün. Sadiq iman sahibi bəla müsibət qarşısında heç vaxt əzilməz, yıxılmaz.
o Rəbbindən razı qalar ki, deməli Rəbbim məni sevir ki, məni imtahan edir. Və məni bacardığım yüklə yükləyib. Bəlkə başqasını elə yükləsəydi, o tab gətirə bilməzdi. Deməli, mənim Allah dərəcəmi qaldırmaq istəyir. Bəzən insan müsibətlərlə, imtihanlarla elə bir dərəcəyə çatır ki, namazları ilə, orucları ilə bəlkə ona çatmazdı. Təbii nafilələrdən söhbət gedir. Gündüzlər oruçdur, gecələri namaz qılan. Bəla müsibət qarşısında səbr edər, Allah onun dərəcəsini qaldırar. Belə olanda niyə sevməyəsən ki? Deməli, Allah məni dərəcəmi qaldırmaq istəyir. Mənim üçün cənnətdə hazırlayıb. Onlara çatmaq üçün səbirli olub Allahdan razı qalmaq. Tək səbirli olmaq yox, həm də razı qalmaq. Deməli, Rəbbim belə istəyib. Çünki hamı səbir edər. Kafir də belə səbir edər müsibət qarşısında. Düzdürmü? Başqa nə edə bilər ki? Geri qaytara bilməyəcək. Amma mümində razılıq var. O üsyan eləmir. Deyir, Rəbbim belə yazıbsa, əlhəmdülillah alə kulli həl. Hər bir halda Allaha, Rəbbimə həmd olsun. Deməli, xeyir buradadır. Bilmək olmazdı. İtirdiyim məndə olsa nə olacaqdı gələcəkdə? Bilmək olmaz. Deməli, xeyir var. Allah mənim üçün xeyir istəyib. Rəbbim bəndəsinə zülm eləməz. Xüsusən mömin sadiq bəndəsinə. Xüsusən heç kəsə zülm eləmir Allah. Vallahi kafirə də zülm eləmir. Kafirə zülm etməyən mömin bəndəsinə zülm edərmi qardaşım? Heç vaxt. Allah'ın da olsun heç vaxt. Rəbbim ədalətlidir, hikmətlidir, rəhimli, mərhəmətlidir. Allah bilir nə üçün edir. Mömin bəndəsinə heç vaxt Allah Teala əziyyət verməz, ona zərər toxundurmaz. Allahdan razıdırsa, Allaha itaat edirsə, Allah sevib Allahdan qorxub Allaha ümid bəsləyirsə, deməli xeyri var. Hər bir işdə xeyri var. Bəla müsibət qarşısında da xeyri var, sən bilmirsən. Səbirli ol, vallahi görəcəksən. Sonra deyəcək ki, kaş ki daha çox imtahan olmaydım. Kaş ki çox imtahan olmayım, çox bəla müsibətlər gələrdi və səbr edərdim və daha çoxuna layiq olardım. O qiyamət günü ki, nemətləri görəndə, səbr etdiyinə görə, Allahdan razı qaldığına görə, deyəcək, kaş ki çoxlu imtahan olmaydı. Kaş ki. Razı qal inşallah, vallahi. Allah mümin bəndəsini zay eləmir, eləməyəcək də. Müminləri Allah daima müdafiə edir, qoruyur. Allahı qoru, Allah səni qoruyacaq. Allahın dinini qoru, Allah səni qoruyacaq. Hədləri aşmayaq, vallahi Allah Teala bizi qoruyacaq. Ancaq burada saxlayaq, biraz çox olmasın. Sizə görmək istəmirəm. Allah bizi, hər birimizi qardaşlar, xeyrə müvəffəq eləsin. Allah Teala bizləri dünya və axirətdə xoşbəxt bəndələrdən eləsin. Allah Teala bizləri şükür edən qullardan, nemətlər qarşısında şükür edən, müsibətlər qarşısında səbr edən və daim Allahdan razı qalan bəndələrdən etsin. Allah Teala hər birimizi xeyrə müvəffəq eləsin. Allah Teala millətimizə hidayət versin. Və harda ki müsəlmanlar əziyyət çəkirlərsə, Allah onlara yardım eləsin, onları qüvvətləndirsin, izzətləndirsin. Subhanakallahumma bihamdik əşhədu an la ilahe illə əstəğfiruka və etûbu ileyk. Həmin